Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugünkü videomuzda miniatür su qabı hazırlayacağım. Biz tərəfdə buna şirri vedrə deyirlər. Su saxlamaq üçün istifadə edirik. Stəkanı boyamaq üçün mən iki rəng dırnaq boyasından istifadə edəcəm. Əgər tünd yaşıl eləmək istəsəz, sadəcə yaşıl rəngdən istifadə edin. Mən istəyirəm ki, rəngi biraz da açıq olsun, yaşılın daha açıq tonu. Ona görə biraz ağ boya qatacağım. Və boyamaq üçün belə kubkadan istifadə edəcəm. Yaşılın rəngini biraz da açıq istəyirəm. Ona görə ağ boya əlavə elədim. Bu kağız stəkanları istənilən marketdən çox asanlıqla əldə edə bilərsiniz. Stəkanın bu hissələrinə kubka çatmır. Ona görə mən elə boya fırçasının ucuna rəngləyəcəm. Mən bütün hissələrimi bu formada boyadım. İndi isə əlavə dekorlara keçəcəm. Yan tərəfləri kəsmək üçün belə kardon, qulp üçün belə sim lazım olacaq. Və qulpu üçün mən adi marker qapağından istifadə edəcəm. Əvvəlcə orta hissədən kəsib, daha sonra rəngləyəcəm. Marker qapağı olmasa, sadə qələm qapaqlarından da istifadə edə bilərsiniz. İstənilən rəngdə qulpu rəngləyə bilərsiniz. Qara dırnaq boyası ilə də rəngləyə bilərsiniz. Məndə belə əlavə akrilik boya var. Ondan istifadə etmək istəyirəm. Tutacağı qurumağa qoyacağım. Quruyana qədər qulpu keçirtmək üçün yan tərəflərə kardon kəsmək istəyirəm. Bunun üçün sadə əyri çəksəz kifayət eləyir. Rahat olmağını istəyirsinizsə, əvvəlcə sadə düzbucaqlı bir kardon kəsib, sadəcə üst hissəsini yarım dairə formasında kəsin. Mən dəlik açmaq üçün belə aparatdan istifadə elədim. Əgər əlinizdə yoxdursa, mismardan da istifadə edə bilərsiniz. İndi isə bu simdən kəsmək istəyirəm. Qulpu da hazırlayaq. Hər kənardan 2 sm boş qoyub, bu boya qutusunun kənarında oval forma vermək üçün istifadə edəcəm. İstənilən belə dairəvi fiqurdan simə forma vermək üçün istifadə edə bilərsiniz. Hər tərəfdən artıq kəsdiyimiz 2 sm kənara doğru əyirəm. Qulpu keçirdəndən sonra digər tərəfi də əyəcəm. Kardonları da eyni stəkandakı kimi boyayacağım. Mənim kardonla bir yerdə bütün barmaqlarımda boya oldu. İstəyirəm ona görə kənardan kəlbətinlə tutum ki, əlim daha çox bulaşmasın. Kəlbətini götürəndən sonra izi qalmasın deyə həmin yerə də boya vuracağım. Kardonların boyası quruyana qədər mən istəyirəm ki, qulpu da boyayım. Belə gümüşü lakdan istifadə edəcəm. İstəmirəm ki, qızıl rəngdə olsun. İstəsəniz mis rəngində də dırnaq boyasından istifadə edə bilərsiniz və yaxud da bürünc rəngində də olar. Məndəki simin rəngi qızılı idi, ona görə boyadım. Elə simin özünü də başqa rəng seçsəniz, heç boyamağa ehtiyac olmaz. Tutacaq çox tərpənməsin deyə kley vurdum. Daha sonra kənarda tutduğum yerlərin biraz boyası az idi. Orada boya vurdum. Mənim kardonlarım quruyub.
İndi isə stəkana, daha doğrusu balaca vedrəmizə yapışdıra bilərik. Hər iki qulpu eyni yerdən yapışdırandan sonra biraz kənara doğru əymək istəyirəm. Qara dırnaq boyası ilə mən istəyirəm ki, vedrənin bəzi yerlərini boyuyum, şiri tökülmüş formanı verim. Şirli qab işlədənlər bilər, bəzi yerlərin möhkəm dəyəndən sonra şiri tökülə bilir və altdan qara rəng çıxır üstə. O formanı vermək istəyirəm, daha təbii rəng alması üçün. Belə bəzi yerləri kubka ilə boyayacağım. Çalışın ki, kubkaya çox rəng vurmayasınız. Birinci dəfə boyaya batırandan sonra eyni yerə vurmayın. Bir neçə yerdən topa-topa vurandan sonra kubkada boya azalır. Ondan sonra həmin birinci dəfə vurduğunuz yerlərin üzərindən yenidən vuranda həm rəngi solur boyanın, yəni daha parlaq olmur. Biraz rəngi solur, təbii forma alınır. Eyni zamanda boya daha yayılır, daha gözəl görünür. Şirli qablarda əsas alt hissələr və qabın ağız hissələri daha çox şiri tökülür. Yan tərəflərdən çox az hallarda olur. Yan tərəfləri boyamaq üçün mən daha ensiz kubka kəsdim. Boyanı vurandan sonra təmiz kubkadan istifadə edəcəm. Həm biraz yaymaq üçün, həm də boyanın rəngini soldurmaq üçün. Qara rəngin daha parlaq görünməsini istəmirəm çünki. Mən bu işini qutarandan sonra istəyirəm ki, su qabımızın ön hissəsinə şəkil çəkim. 2 ədəd göbələk şəkil çəkəcəm. Başqa formada şəkillər də çəkə bilərsiniz. Gül şəkli ola bilər. Sadə budaq formasında yarpaq şəkli ola bilər. Dırnaq boyalarından istifadə edib istənilən şəkli çəkə bilərsiniz. Əvvəlcə göbələyin gövdə hissəsinin şəklini çəkdim ağ rəngdə. Daha sonra qırmızı rəngdə boyadan istifadə edib papaq formasını çəkəcəm.
Xalları çəkmək üçün yenə ağ boyadan istifadə elədim. Yaşıl boyanansa istəyirəm biraz ot formasını verim aşağı hissələrə. Tünd yaşıl olduğu üçün vedrənin öz rəngindən fərqlənir. Son olaraq su qabımızın qulpunu taxacağım. Keçirdikdən sonra bu formada bükürəm. Miniatür su qabımız artıq tam hazırdır. İzlədiyiniz üçün təşəkkürlər. Sağ olun. Növbəti videolarda görüşənədək kanalımıza dəstək olmaq üçün videolarımızı bəyənməyi və rəy bildirməyi unutmayın.